Əksər yerlərdə iş saatının çoxdan başa çatdığı bir vaxtdayıq, amma onların gərgin iş qrafiki indi başlayır. Gecənin qaranlığında bir çoxlarımızın həyatını aydınladan xilaskarlardan, təcili tibbi yardım briqadasından danışacağıq. Danışmaq bir yana, onların bu gecəki missiyasını olduğu kimi təqdim eləyəcəyik. Saat 21-i göstərir. Gündüz növbəsi estafeti gecə işləyənlər ötürür. Beləliklə, stansiyanın qarşısında bir hərəkətlilik başlayır. Təhvil təhsilin prosesi başa çatar-çatmaz çağırışlar gəlməyə başlayır. Hər kəs növbəli şəkildə tibbi yardıma ehtiyacı olan kəslərin zəng etdiyi ünvana tələsir. Çöldə təcili yardım maşınlarının səsləri, içəridə isə telefonlar susmur. Təcili yardım. Növbəti çağırışın zəngi qəbul edilir. Stansiyadan çağırış ünvanına doğru istiqamət alan növbəti briqadanı biz də təqib edirik. Bəli, bizdə olur, çağırışlar olur, çağırışlara gedirik, görürsən ki, çox tələsdirirlər, tez-tez zəng eləyirlər 103 xidmətinə ki, həkim tez gəlsin, həkim tez gəlsin. Biz çağırışlara gedən zaman xəstəni tibbi müayinə edirik, görürük ki, tamamən əsassızdır, bizə aidiyyəti olmayan bir çağırışdır. Yəni, xəstə özü üçün çağırır, təzyiqini ölçdürməyə çağırır, şəkər aparatı işləmir. Yəni, bu cür əsassız çağırışlarımız olur, amma görürsən ki, bizdə elə çağırışlar da olur. Vətəndaş belə tələsdirəndə gedirik, görürsünüz ki, əsaslı çağırışlar da olur. Bunu da inkar eləmək olmaz. Bu cür çağırışlarımız olur. Yəni, biz gün ərzində qarışıq çağırışlarla çox qarşılaşırıq. Gəldik, çatdıq çağırış ünvanına, həkimlər qalxır mənzilə, amma təbii ki, etik deyil bizim bu saatda mənzilə qalxmamız. Prosesi isə kənardan izləyəcəyik, amma xəstəxanaya qədər ehtiyac varsa, həmin görüntüləri də olduğu kimi təqdim eləyəcəyik. Təxminən yarım saatdan sonra tibbi briqada işini yekunlaşdırıb gəlir. Həkim, məlum məsələdir, biz içəri keçə bilmədik, təbii olaraq. Nə baş verdi? Yəni, əsaslı çağırış idi mi? Nə idi? İlkin tibbi müayinə olundu. Çağırışa əsas var idi. Çünki xəstənin ayağında burxulma var idi. Xəstəxanaya getmək ehtiyac olmadığı üçün ilkin tibbi yardım olundu. Təmiz sarığı qoyuldu, ağrı kəsici vuruldu və göstəriş verildi ki, sabah poliklinika sahə həkimi ilə məsləhətləşə bilərlər. İndi biz gedirik mərkəzə. Bəli. Briqada ərazini yeni tərk etmişdi ki, mərkəzdən daha bir çağırış gəldi. Əliхан Poyski 113. Əliхан Poyski 113. Flonun qarşısı. Bir nəfər velosipedi vurublar. Bəli, yazdım çağırışı, gedirəm, çağırış qəbul olunur. İndi getdiyimiz çağırış bizə avtoqəza veriblər. Avtoqəza nəticəsində deyir, vətəndaş küçədə xəsarət alıb. Biz çalışırıq ki, o həmin əraziyə yaxınlaşaq. Gəlib çatdıq növbəti çağırışa, hansı ki, hadisə baş verib deyirlər, qəzadır və həkimlər qəzada xəsarət alan şəxsə yaxınlaşıblar, ilkin tibbi yardım göstərmək istəyirlər və təbii ki, zərurət olsa, həmin xəsarət alan şəxsi yaxınlıqdakı xəstəxanalardan birinə aparacaqlar. Evi demişsən, Qısa müddətdə məlum olur ki, velosiped sürən yeniyetməni avtomobil vurub. O, müxtəlif dərəcəli xəsarətlər aldığı üçün dərhal qərar verilir və xəstəxanaya aparılır. Siz bizə yeri hara verdiniz? 2 sayılı hara? Əfəndi ev yoxsa uşaq?
Gözün görür, səçəli icazə yoxdur. Beləliklə, bu çağırışın da öhdəsindən layiqincə gəlirlər. Bizim işimiz burada yekunlaşır, amma onlar səhərə qədər davam edir. Hətta günün 24 saatı. Məqsədlər isə, ammalar isə birdir. Həyatları xilas etmək. Bizdən isə bu qədər. Gündüz Vaqifoğlu, Atababa Vəliyev, Ənvər Cəfərov, İTV Xəbər.